Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 3 büc sevincdən uçacaq. Yaxın günlərdə xoş xəbərlər gözlənilir. Salam, dəyərli izləyicilər. Bugün sizlər üçün maraqlı və diqqət çəkən bir mövzu hazırlamışıq. Astrologiya həvəskarlarının maraqla izlədiyi proqnozlara görə yaxın günlərdə 3 büc nümayəndəsinin həyatında sevindirici hadisələr baş verə bilər. Əlbəttə qeyd edək ki, büclərlə bağlı məlumatlar əyləncə məqsədi daşıyır və gələcəyi dəqiq şəkildə xəbər vermir. Bununla belə bir çox insan bu cür proqnozları maraqla izləyir. Gəlin görək hansı 3 bücün üzünə şansın güləcəyi ehtimal edilir. Birinci büc Şir bücüdür. Şir bücü nümayəndələri son dövrlərdə müxtəlif çətinliklərlə qarşılaşmış ola bilərlər. Lakin qarşıdakı günlərdə onların həyatında müsbət dəyişikliklərin baş verməsi ehtimal olunur. Xüsusilə iş və karyera sahəsində yeni imkanlar yarana bilər. Uzun müddətdir gözlənilən bir xəbər və ya təklif Şir bücü nümayəndələrinin əhvalını yüksəldə bilər. Maliyyə məsələlərində də müəyyən rahatlıq hiss edilə bilər. Şəxsi münasibətlərdə isə qarşılıqlı anlaşma və səmimiyyətin artacağı gözlənilir. Bütün bunlar Şir bücü nümayəndələrinin özlərini daha xoşbəxt və motivasiyalı hiss etmələrinə səbəb ola bilər. İkinci büc Tərəzi bücüdür. Tərəzi bücü nümayəndələri üçün qarşıdakı günlər ümidverici görülür. Astrologiya həvəskarlarının fikrincə onların qarşısına yeni imkanlar çıxa bilər. Xüsusilə yarımçıq qalmış işlərin tamamlanması və uzun müddətdir gözlənilən nəticələrin əldə olunması ehtimal edilir. Bəzi Tərəzi bücü nümayəndələri ailə və dost çevrəsindən sevindirici xəbərlər ala bilərlər. Həmçinin yeni tanışlıqlar və maraqlı görüşlər də gündəmdə ola bilər. Bu dövr Tərəzi bücü üçün daha çox pozitiv enerji və xoş emosiyalarla yadda qala bilər. Üçüncü büc isə Oxatan bücüdür. Oxatan bücü nümayəndələri adətən yenilikləri sevən və risk etməyi bacaran insanlar kimi tanınırlar. Qarşıdakı günlərdə onların cəsarətinin bəhrəsini görməsi ehtimal olunur. İş, təhsil və ya şəxsi inkişaf sahəsində əldə ediləcək uğurlar Oxatan bücü nümayəndələrinə böyük sevinc yaşada bilər. Bəzi hallarda gözlənilməz bir fürsət onların həyatında yeni bir mərhələnin başlanğıcı ola bilər. Maliyyə baxımından da müsbət dəyişikliklər ehtimal edilir. Bu səbəbdən Oxatan bücü nümayəndələrinin öz planlarını diqqətlə dəyərləndirmələri tövsiyə olunur. Əziz izləyicilər, unutmayaq ki, uğurun əsas açarı insanın öz əzmi, zəhməti və məqsədlərinə doğru inamla irəliləməsidir. Büclər yalnız ümumi xarakterli proqnozlar təqdim edir. Həyatımızın necə formalaşacağı isə böyük ölçüdə öz qərarlarımızdan və fəaliyyətimizdən asılıdır. Bəs siz hansı bücdənsiniz? Bu proqnozun sizin bücünüzə uyğun gəldiyini düşünürsünüzmü? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videomuzu bəyəndinizsə paylaşın, kanala abunə olun və yeni videolarda xəbərdar olmaq üçün bildiriş zəngini aktiv etməyi unutmayın. Növbəti maraqlı məlumatlarda görüşənədək sağ olun, salamat qalın.